üzr istəyirəm, burada Buyurun. bir maraqlı yazı gəlib Buyurun. Nəsibovdan. Elcan bəy, başqa vaxt Səidə xanıma Allah düşməni deyirsən, indi də üzünə gülürsən. Gəlin cavab verək bu suala, sonra sizinlə üzə Verin, qayıdaq. buyurun. Baxın, əvvəla mən xatırlamıram ki, Səidə xanıma mən Allah düşməni deyim. Yəni bu ifadə olaraq, net olaraq, kəlam olaraq, ad olaraq bərabər işlənildiyini mən şəxsən xatırlamıram. Xatırlayırsınızsa mənə video olaraq göstərin. Mən bu ifadəmə görə də İslam düşməni aydınlığını deyim. Mənə, amma mən də İslam düşməni deyirəm demişəm. Bir. İkinci bir məsələ, təbəssüm məsələsi. Siz əgər İslamı oxusaydınız, bilsəydiniz, bizim Peyğəmbərimiz bizə deyib ki, Muhammed sallallahu aleyhi və səlləm, təbəssümün özü bir sədəqədir, bir rəftardır. Sən hətta əks mövqedə olsan belə kimdənsə, sənin bir danışığın, bir üslubun, bir debatdırsa, bu debatın da bir tərzi var, bir ədəbi var, bir əxlaqı var. Və əgər mən burada müsəlmanları təmsil eləyirəmsə, inacılı insan olaraq, mən müsəlman əxlaqı ilə yanaşmalıyam bu məsələyə. Peyğəmbərimin mənə göstərdiyi əxlaqla yanaşmalıyam. Siz əgər başqa bir şey axtarırsınızsa, qalmaqal, haykü, mən buradan qışqırım, Səidə xanım oradan hansı bir ifadə desin, mən özümdən çıxım hansı bir xoşagəlməz bir ifadə işlədim, o olmayacaq belə şeylərdə. Çünki bunu bizə Rəbbimiz və eyni zamanda onun Peyğəmbəri qadağan edib. Allah bizə deyib ki, gözəl söz söylüyor. Allah Rəsulü Muhammed sallallahu aleyhi və səlləm deyib ki, kim qiyamətə və axirətə inanırsa, ya xoş söz söyləsin, ya da sussun. Siz əgər tənqidlə təhqiri bir-birindən ayıra bilmirsinizsə... Bizim cəmiyyətdə baxın, o problem də var Elcan bəy. Bugün də sizinlə razı olmadığım məqamlar kifayət qədər. Bu təbii bir şeydir. Net qədər. Bax, hacı məsələsini dediniz, narazılığımı bildirdim. Ateizm məsələsini dediniz, narazılığımı bildirdim. Bu günlərdə Səidə xanımla mənim narazı olduğum məqamlar bəs qədərdir. Onun da məndən, mənim də onun. Bizim dini baxışlarımız ayrı ola bilər, tam fərqli ola bilər. Amma ki biz sonuçta yəni həmkarıq, bir-birimizə güllə atmamışıq, daş atmamışıq. O üzr istəyirəm izləyicilərdən. Yəni biz söyüşməmişik ki, fikrimizi əslində Səidə xanım özü təklif elədi ki, bu məsələni o vaxtı ki, bəli, gəlin oturun üz-üzə danışaq. Mən ilk dəfədən dedim ki, gəlin oturun üz-üzə danışaq. Çünki maraqlıdır. Məsələn, mənim üçün Adəm Həvva məsələsi, biz onların övladıyıq. Necə onda hamımız bir-birimizdən belə necə? Məsələn, o mənim üçün çox maraqlıdır. İndi mən müəyyən izahlarını verdim. İndi Səidə xanım qəbul edir, qəbul eləmir, bu onun şəxsi işidir.